İskəndərov Vahid Salihoğlu şəhid Səməndərin atası. Sentyabrda müharibə başladı. Bütün əksər rayonların alınmasında iştirak elədi. Noyabrın 6-sında axşam radələrində şəhid olmuşdu Şuşanın alınması vaxtında. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, onların məqamları uca olsun. Şəhidimiz 6 medalla təqdim olunmuşdu. Şuşa uğrundadır, Quzun alınmasından ötürü Laçındı, Suqovuşandı. 92-ci ildən məşğulam bu sənətdə. Elə şəhid balamız da bizimlə bir yerdə işləyirdi. Xəbərdar oldum ki, dövlətimiz aparatura, sənətkarlara kim nəyləsə məşğulsa aparaturlar verir, kimi ixtisası nədirsə. Mən də yaxınlaşdım, ərizə yazdım, verdim. 40 gün ərzində Allah razı olsun. Zəng elədilər, mənə zəng gəldi, açdım telefonu, gətirdilər. Bütün bizə aid olan aparaturalar komplekt şəklində, hər bir şey yerləşdirdik, başladıq işləməyə. Əvvəl 3-5 maşın gücdən yola salırdıq gün ərzində. Məsələn, bugünkü gündə elə bir indiki müasir aparatlarımızla 20 maşın rahat yola sala bilirik. Bizdə soruşan da olur, maraqlanan olur. Biz onlara deyirik ki, hər bir rayonda idarə var, müəssisə var. Yaxınlaşırsan, ərizə yazıb verirsən. Yaxın bir vaxtda gətirirlər təminatsız, heç nə bir şeysiz. Sadəcə bir dənə kağız qol çəkib götürürsən. Hətta gəlib bizdə yoxlayırlar da, görürlər həqiqətən də fəaliyyət qəşəngdir, işləyirik.